Burada hemen kümenci ekmişəm. Burada kırmızı soğan ekmişəm. Burada sarımsak ekmişdim. Bilmirəm qar vurdu bunları da nədir. Hələ bir ikisi oradan çıxıb. Cücərib qalanı yox. Oy. Burada ekmişdim soğanlar. Bu da boy toxumudur. Atmışam bura. Eləyib əkəcəm bu ağaçların dibinə. Toxumların səpəcəm çıxar yəqin ki. Elə indi eləyim. Baxın toxumlarına. Belə uğursuz götürmüşdüm toxumu. Toxumlar əlimdə. Uğursuz belə torpağa indi qurusun. İşələyib üstün basıracağım. Soğanlarımı da suluyorum. Bol su verdim ki torpaq çox qurudur dostlar. Torpaq nem olanda bu qədər verməyin. Quru olanda yaxşı verin ki sulansın. Bir dəfə bolluca versəz, torpaq nem olur. Hər dəfə də çox verməyin ki soğan çürüyər. Belə normalını verin hər dəfə. Bundan da bitdi. Belə dostlar, bugünkü videomda bura qədər. Videomu izləyin, bəyəni yapın, yorum yapın. Hər birinizə öncədən təşəkkürümü bildirirəm. Sağ olun, yeni videolarda görüşərik. Gəldim bura dostlar, baxın burada. Əlcəyimi də çıxartdım. Video çəkmək istəyəndə, telefonda ayarlayanda. Baxın, otlar var. Dünən yox sırağayım mən bunun otu təmizləmişim. Görün necə çıxıb. Ben təmizləmişdim ki fikrim vardı soğan əkib. Ona görə təmizlədim. Ot baxın necə çıxıb. Bakın böyle soğan almışam dostlar. Bakın. Bismillahirrahmanirrahim. Bu hissəsi aşağı dostlar əkilir. Bakın. Böyle. Şimdi suda yatırım vereyim.